Müsahibimiz Xankəndi Futbol Klubunun hücumçusu Tural Qurbatovdur. Tural, təbrik edirəm ilk öncə. Qələbə qazandınız 7-2 hesablı Küraras üzərində. Və 2 qola da sən imza atdın, dubl etdin bugün oyunda. Zəhmət olmasa oyunu da öz qollarını da şərh edərdin. Çox sağ olun, təbrik etsin. Yəni həmişə dediyim kimi, yəni rayonda oynamaq biraz çətindir. Yəni stadion amili biraz komandanın oyununa təsir göstərir. Yəni buna baxmayaraq 7 qol vurduq, düzdür, 2 qol buraxmışıq xırda səhvlərdən. İnşallah yenə çalışmalıyıq, o səhvlərimizi düzəltməliyik. Daha da yaxşı hazırlaşmalıyıq, çünki biz çempionluğa oynayırıq. Yəni daha yaxşı hazırlaşmalıyıq ki, qollar buraxmayaq, daha yaxşı oyun göstərək. 2 qol vurdun bugün, dublə imza atdın və bombardirlik yarışında da davam edirsən. Qollarını da şərh edərdin. Və daha imkanların da var idi vurmağa. Zədəm oldu, bir oyun buraxmışdım. 2 oyundakı qol vura bilməmişdim. Yəni mən sözün açığı, yəni bombardirliyə çox belə önəm verirəm. Mənim fikrim ancaq komandaya kömək olmaqdır. Yəni bir hücumçunun işi qolunu vurub düzdür, komandaya kömək olmaqdır. Amma bombardirlik də ki olarsa, yəni bu da sevindirici bir haldır yəni mənim üçün. Bir stimul olar, amma yəni çalışmırsan bombardirlik. Yəni komandama daha çox kömək eləmək istəyirəm. Aydındır. Sənə də komandaya da o zaman təşəkkür edirəm. Həm də uğurlar. Çox sağ ol.